Ala Sabirabad, məktəb. Belə məktəb olar dostlar. Baxın Sabirabadın məktəbinə baxın ay dostlar. Baba yuxarı sudur, betondur, nə daya baba. Belə məktəb olar ay millət. Baxın ay millət. Məktəbə baxın, məktəbə. Niyə oraya İlham Əliyevin şəklini zadı vurmuyurlar heç olmasa? Görünmür, biraz yaxşı. Oo, nə gündə daya bura, nə gündə daya. Allah, Allah, Allah. Buna bax, məktəbə bax, Sabirabadın məktəblərinə baxın. Divarlar uçurur, divarlar. İlhamın şəkildir mi? Yox. Baxın buna. Məktəblərə baxın ay millət. Sabirabadın məktəbinin sinif otaqları da ay millət. Baxın. Nə gündədir. Oy, sinif otaqlarının gününə baxın. Allah Allah. Bu burada bir video olmalıdır, onu göstərim elə. Burada bir video tapasıydım, burada bir video olasıydı. Hə, tapdım deyə. Hala baxaq. Dəyərli vətən, baxın ha, Sabirabadın məktəbidir ha. Baxın ay millət. Ermənistanda heyvan tövləsi, Gürcüstanda heyvan tövləsi bundan yaxşıdır, baxın. Ermənistanda, Gürcüstanda heyvan tövləsi bundan yaxşıdır, baxın. Sabirabad məktəbidir, özdə 11 illik məktəbdir. Baxın ay millət, baxın. Uşağımız 11 il ancaq vərəm xəstəliyi tapacaq burada. Xərçəng vərəm xəstəliyi tapacaq burada. Uşaqlarımız nə tapasıdır burada? Buna baxın. Allah, buna baxın. Siz Allah buna baxın. Məktəbə baxın. Məktəbə baxın, məktəbə. Hadi burada göstərəndə şikayət olur. Onu göstərmək istəmirəm. Məktəbə baxın, məktəbə. Görürsünüz nə vəziyyətdir. Necə dəhşətlidir. Sabirabadın harasıdır? Bura hansı kəndli deyim sizə? Sabirabad rayonu İbrahim Məmmədov adına orta məktəb. Özü yəqin ki, şəhiddir İbrahim Məmmədov. Dəyərli həmvətənlər, görürsünüzmü nə vəziyyətdədir? Allah göstərməsin. Deməli, yayımızı bəyənin, paylaşın. Ay eşşək nəslindən olan Azərbaycanlılar. O küçənin adını dəyişsinlər. Ayna Sultanova bildiyiniz olub yəni. Mən Bakıda qalmaq istəyirəm. Yəni bu mənim marağımdır. Bunlara xidmət göstərənlərin boyunu yerə soxun. Salam dəyərli dostlar, xoş gördük. Əziz dostlar, videonu axıra qədər saniyə bə saniyə izləyin, sonra fikirlərinizi yazın, zəhmət olmasa. Ay eşşək nəslindən olan Azərbaycanlılar. Özünü Azərbaycanlı deyən, ancaq Azərbaycanlı olmayan. Siz o satqın xain, bu millətin düşmanı olan Məmməd Əminin, onun ətrafında olanları, bu görbagör keçibəyi, onun ətrafında olanları siz müdafiə edirsiniz. Ancaq başa düşmürsünüz ki, sizin millətinizin anasını ağladan bunlar olub. Daşnaqlar, nə bilim, Rusiya imperiyası, o birisilər, bu birisilər, bu oğraşların əli ilə sizin ananızı ağladı. Millətinizin anasını ağladı. Mən sizə bunu deyirəm, sizin gözünüzü açıram, siz eşşəksiniz, siz düşünə bilmirsiniz, gözünüz açıq deyil, tarixinizi bilmirsiniz, mən sizə tarixinizi qaytararam, sizi nəhəng millətə çevirmək istəyirəm. Sən birincisi qələt edirsən, sən kimsən bizim nəhəng millət? Biz zaten özümüzə görə nəhəng millətiyik. Yəni bəzi şeyləri, mənfi xüsusiyyətləri çıxsa, korrupsiyadır filan, bunları çıxsaq heç də pis xalq deyilik. Sən kimsən? Sən haranın tulasısan ki, ağzına gələni danışırsan. Bizim belə deyək də hörmət bəslədiyimiz şəxslərə ağzından çıxanı deyirsən. Sən kimsən? Sən kimsən? Sən haranın tulasısan? Və yaxud da sənin düşüncədə olanlar başqa kimlərsə, sən kimsən Rəsulzadə təhqir edirsən? Ay şərəfsiz, ay binamus. Tarix müəllimələri gəlir yanıma ağlıya yayda ki, qurban olum, məni öyrət ki, mən Azərbaycan tarixini keçə bildim necə.
Siz hiç danışa bilmirsiniz. Yelena xanımı tanıyırsınız da, Aynes telekanalında da aparıcılıq edirdi. Azərbaycan dilində bir çox Azərbaycanlıdan yaxşı danışır. Ayaz Salayev kimi dırnaq arası ziyalılar qurban olsun bu Yelena xanıma. Yəni Azərbaycan, bunlar belə bir şey istəyirlər də, Azərbaycanda belə bir şey arzulayırlar. Alınsa belə müəllimlər, ziyalılar, yəni tarix müəllimləridir, Rus bölməsində dərs deyirlər, amma Azərbaycan dilini bilmədiklərinə görə gedib həmin o məcburi yaxı Azərbaycan dilinə keçirilməlidir tarix dərsləri. Həmin o müəllimlər də Rus bölməsində işləyən, tarix dərsi keçən müəllimlər də məcburiyyət qarşısında qalıblar, Azərbaycan dilini dərs etməlidirlər tarixi. Ona görə gəlib buna yalvarıblar ki, bizə öyrət Azərbaycan dilini ki, biz dərs keçə bilək. Bunu zamanında canınız çıxmalı idi, öyrənməliydiniz. Deməli bilirsiniz ki, Ayıq Sürücü adlı bir qısa metrajlı film çəkmişdilər. Həmin filmdə, indi filmə baxanlar bilir, mən filmi izah eləmək istəmirəm. Neysə, Buzovna qəsəbəsinin Ayna Sultanova küçəsində bir əxlaqsız qadın yaşayır. Bir oğlan da o ilə görüşə gedir. Neysə qısa deyim. Oradakı sakinlər də, yəni onlara da haqq verirəm təbii ki, birbaşa küçənin də adı deyilib. Küçə də çox güman balaca küçədir. Başqaları məzələnib, zarafat eləyib, deyib. Bunların da təbii ki, qüruruna toxunub, çıxıb etiraz elədilər. Filmdə o hissəni sildirdilər. Etiraz elədilər. Çox gözəl, mən də razıyam. Amma belə şeylərə önəm vermək doğru deyil məncə. Hər küçədə, hər məhəllədə, hər qəsəbədə, hər kənddə əxlaqsız var. Heç kim heç kimə cavab deyil. Yəni o məsələn Kurtlar Vadisi serialında mərzifonlu bariqa var idi. Daha doğrusu mal düzəldə mərzifonlu deyildi. Bütün mərzifonlular şey deyil ki, nədir onun adı? Bariqa ya mal hazırlayan deyil ki. Yəni olar, indi bunlar da səhv eləyiblər. Azərbaycanda bilirlər ki, belə şeylər həssas yanaşılır. Türkiyədəki kimi və Rusiyadakı kimi deyil, başqa ölkələrdəki kimi deyil. Konkret olaraq heç olmasa Buzovna deyirsən, heç olmasa küçə adı çəkməyərdi. Yəni Buzovna böyükdür də, indi ən azından ona görə çox belə getməzdilər üstünüzə. Amma mənim bir tövsiyəm var. Bu ağsaqqal da aktyorudur, çıxıb etiraz edib. Mən də bir şey deyim. Amma o küçənin adının dəyişilməsinə də etiraz eləməlisiniz, əziz sakinlər. Yəni bu mən bir qardaş kimi tövsiyə edirəm. Çünki Ayna Sultanova da bolşeviklərin fahişəsi olub, bildiyin əxlaqsız, səviyyəsiz, vətən xaini, düşük, cındırın biri olub. O, yəni sizin yaşadığınız küçədə küçənin adının Ayna Sultanova olması belə ayıbdır. Məncə siz ərizə yazın, imzalayın. O küçənin adını dəyişsinlər. Ayna Sultanova bildiyiniz olub yəni. Yəni deyim biləsiniz. İndi bəlkə də çoxumuz bilmir. Yəni bunu mən qardaşına deyirəm ha. Deyirəm ki, etiraz eləyirsinizsə onu da eləyin zəhmət olmasa. O qadının adını rədd eləsinlər. Bolşevik fahişəsinin adını sizin küçədən silsinlər, başqa ad versinlər. O qədər milli qəhrəmanlarımız var. Bax, bunlar translardır, üzlənərəklər çıxıblar, deyirlər ki, biz güclü qadınlarıq filan. Bunlara bu obyekti verən, pul qazanmaq xatirinə bunlara xidmət göstərənlərin boyunu yerə soxum. Siz kişi deyilsiniz, sizin papağuza zad eləyim, neysə. Burada nə yazıb? 3.39 düzdür. 2 dənə banan götürəm qardaş. Bir də qıdyandı, 2 dənə banan götürəm düzdür. 716, 629 düzdür. Banan düzdür. 239 bizim xərclıq göstərir. Mənə nə dəxsi var qardaş? 85 qəpik düzdürmü? Apar vur indi ora. Kes ora. Kas seçir. Kas seçir. Gələ. Nə qədərdir? 1.24. Niyə? Məndən niyə? Müraciət müdiriyyətin əldə buna deyə. Tək oba market deyil ki, Azərbaycanda bütün xidmət sektorları olsun, marketlər hamısı belə eləyirlər. Yəni tək oba market deyil, yəni hamısında soxullar özü nəyi var. Əsasda bu şeylər nəyi var, soxullar, bu yanacaq doldurma məntəqələri. Azərbaycanda xidmət sektorlarının əksəriyyəti belə soxullar, yəni soxana soxsunlar, nə deyim vallahi.
Salam məni izləyənlər, mən Bakıda qalmaq istəyirəm. Yəni bu mənim marağımdır, həvəsimdir, arzumdur. Aktrisa olmaq istəyirəm, kliplərə çəkilmək istəyirəm. Əgər kimsə istəyərsə Səni klipinə kim çəksin? Mən bunun şeyinə, nədir, görüntüsünə filan, heç şəxsiyyətinə bir söz demək istəmirəm. Sadəcə bəzi insanlar var ki, məsələn bu tiplərə görə, məsələn şəhərlilər bu tiplərə görə kəndlilərə ümumi başqa gözlə baxırlar. Bəzi kəndlilər də şəhərdəki onlara o tiplə baxan, o gözlə baxanlara başqa gözlə baxırlar. Yəni nəsə də qırğın sırf bu tiplərə görədir. Mən üçün fərq eləmir. Mən millətçi adamam. İstər kəndli olsun, istər şəhərli olsun. Əsas mədəniyyəti olsun, düşüncəsi olsun, əxlaqı olsun, bir də milli heysiyyatı olsun. Yəni düşovka olmasın, onun bunun tulası olmasın. Xarici ölkələrdən söhbət gedir. Və salam şit tamam. Mən üçün şəhərli, kəndli fərq eləmir. Mənim üçün bir belə deyək də milli duyğusu olmayan bir şəhərli, milli duyğusu olub da kənddə yaşayan, lap heç nədən xəbəri olmayan birisi bu şəhərlidən daha üstündür. Mən millətçiyəm. Mənim üçün şəhərli, kəndli fərq eləmir. Amma belə səviyyəsizlərə görə söz-söhbətlər düşür ortalığa. Nəysə dostlar, bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Görüşərik. Hələlik. 2000-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin və Binəqədi Rayonu İcra Hakimiyyətinin başçısının sərəncamı olmuşdu. Fərdi yaşayış evlərinin tikilməsi məqsədi ilə. Biz həmin vaxt 2000-ci ildə sərəncam almışıq. Deməli, evə aid hər bir sənəd vardı. Sərəncam, torpağın sənədləri, arxivdən sənədlər. Bir dənə çıxarış alınmamışdı. Bütün evlərdə 300-500 ev var burada. Hamısında bu cür sənədlər var. Lakin bu günə qədər bizə heç kim burada evin tikilməsi barədə, tikilməməsi barədə bir söz deməmişdi. 2000-ci ildə biz evi başlayıb 6-7 aya tikmişik. Evi tikən vaxtı neft şirkətinin heç bir nümayəndəsi bizə evin tikilməməsi barədə müraciət eləməmişdi. Biz həmin evləri tikmişik. Artıq 25 ildir, 26-cı ilə keçir ki, biz burada yaşayırıq bu evlərdə. İndi yanvar ayından bütün burada yaşayan cəmaatı Neft Kəmərləri İdarəsi məhkəməyə vermişdir. İddia ərizəsində də göstərilmişdir ki, həmin evlər vətəndaşın öz hesabına sökülməlidir. Bizim bütün sənədlərimiz ola-ola niyə bu evlər sökülməlidir biz də bilmirik. Hal-hazırda Binəqədidə məhkəməyə getdiyinə görə bütün vətəndaşlar məhkəməyə gedib gəlir, ekspertizalar təyin olunur. Nazirlər Kabinetinin qərarı vardı. 2004-cü il noyabr ayında qərarı var, 167 saylı qərardır. Bu qərarda göstərilir ki, neftin ixrac kəmərləri 25-50 metr kənarda fərdi evlər tikilə bilər və ya hər hansı obyekt tikilə bilər. Lakin biz evləri 2000-ci ildə tikmişik. Neft Kəmərləri İdarəsi 2005-ci ildə yaranmışdı. Bu günə qədər bizə heç kim heç nə deməmişdi. İndi evlərin sökülməsi barədə hamını məhkəməyə verirlər. Ona görə də bütün cəmaat ayağa qalxıb burada. Biz istəyirik ki, qanuni yolla bu məsələ həll olunsun. Cəmaatı gəlib gündə narahat eləməsinlər. Bizim yanımızda hal-hazırda 8 bina tikilir. Green Villa deyilən şirkətdir. Bunlar binaları tikirlər. Həmin binaların da yerləri var ki, 20 metr, 30 metrlikdə tikilir. Ona görə bilmirəm məsələ nədir ki, belə bizə qarşı belə başlayıblar, məhkəmələrə müraciət eləyirlər. Bu barədə biz bütün dövlət strukturlarına şikayət ərizəsi vermişik, kollektiv 300 nəfərin adından. Hələ bir cavabı yoxdur, gözləyirik görək nə olacaq. Ona görə də ehtiyac varsa da sənədlərdə sizə göstərə bilərik bəziləri. Mən də bu ərazidə yaşayıram. 2001-ci ildən bu evlər tikilib burada. 2001-ci ildən bugünkü gündə bu qaldırılan iddialara qarşı heç kim gəlib deməyib ki, bu evi niyə tikirsiniz, niyə belə eləyirsiniz? Bu ev ölçük deyil ki, tikilib bu boyutlu evlər. Niyə məsələn bugünkü gündə gəlib bu cəmaatı narahat edilir? Mən də təklif edirəm və xahiş edirəm ki, bizim bu işlərimiz qanuni yolla həll olunsun. Və biz də narahat olmayaq. Biz Azərbaycan vətəndaşıyıq. Burada bu turba kənarında olan bütün evlərin hamısının sərəncamı 2000-ci ildəndir. Bütün evlər tikilir, harca 2004, 2000-dən başlayıb 2006, 2007-yə kimi bütün evlər tikilir. İndi bu yaxınlarda mən həyətdə karkasım var idi, karkasın üstünü bağlayırdım naves kimi. Məni verdilər məhkəməyə və məhkəmədə yazır ki, vətəndaş tərəfindən, yəni mən tərəfindən evin, hasarın, çardağın, yəni mən çardaq düzəltmişəm ancaq, o da üstünü bağlamışam. Çardağın hamısını öz hesabına sökməliyəm, hələ onlara əlavə 100 manatlıq ödəniş eləməliyəm.
Halbuki indi çardaq yenidir. Bu evlər ki 2000-ci ildə tikilib, 2004-cü ildə, 2005-ci ildə. Elə belə yüngül konstruksiya ev deyil ki, sən ona durduq yerdə öz hesabına sərəncamı da var, bələdiyyə sənədi deyil. Yəni bu evlər qanuni evlərdir, sərəncamla olan evlərdir. Bunu sökməyə heç kimin ixtiyarı yoxdur. Əgər bu sərəncam qanunsuzdursa, bu sərəncamı verən cavabdeh olmalıdır. Yəni belədir. Mənə də verib, də hamını verir məhkəməyə. Bu hamısı aydın məsələ. İndiyəcən binalar yox idi, belə məsələ deyil. Bina tikiləndən sonra bu məsələ düşüb də. Turbanı yanı beton eləyib, ona dinmir. Həyətdə emulsiya vurursan, ona gəlib dinir ki, sən niyə emulsiya verirsən, məhkəməyə edir. Hamı bilir ki, söhbət nədən gedir. Kiminsə evin tikməklə ev qurmaq olmur. Kiminsə evin sökürsənsə onu yola salmalısan. 2000-ci ildən qalırıq. 25 ildir, bəli. İndi məhkəməyə verirlər ki, evlər sökülməlidir. Sizdə də hər bir sənəd var. Bəli, bəli. Bizdə icranın sənəti var, amma dillər sökülməlidir. 2000-ci ildən 25 ildir bu evlərdə yaşayırıq, tikib yaşayırıq. Bu günə kimi nə qeydiyyatımız var, nə evə sənəd verilir. Yəni elə bir ki, havada yaşayırıq. Harada gelirik, qeydiyyata düşə bilmirik, sənəd ala bilmirik. Burada bir neft kəməri gedir. Neft kəmərini bəhanə eləyirlər. Deyirlər ki, sizə sənəd verə bilmərik. Yaxşı, bu da cəmaət yaşayır burada. 100-dən çox ailə yaşayır burada. Bu sənədsiz nə cür yaşasın? Qeydiyyata düşə bilmir, çətinlik çəkirik, təcili yardım çağırırıq, gəlib evləri tapa bilmir. Deməli, 25 ilə yaxındır ki, küçüyə ad verməyiblər. Bu təzələrdə 1 ildir ki, başlayıblar küçüyə ad verməyə. Ancaq evlərə sıra nömrələri vermir. Sıra nömrələri vermir, ona görə vermirlər ki, qeydiyyata düşə bilməyək, evə sənəd çıxara bilməyək. Qəsdən sıra nömrələri vermirlər. Küçüyə də adları bu yaxın vaxtlarda veriblər. Məhkəməyə gedir, inzibati məhkəməyə getmişəm ki, evin sənəd alam, qeydiyyata düşəm. Məhkəmə də bəhanələrlə qeydiyyata salmayıb mənə.